Böyük səslə Afrikada səs adamlar. Doğru səsi yoxlar. Gəl. Hoş geldin dostlar. Hadi Hüseyin ağa mənim. Hoş geldin. Gəlmişsən. Adam gözləyirik ha. Qardaşlarımız bizim universitet tələbələridirlər. Ramiz müəllim üçün pazarlıq edirlər. Çəkməyə də yüzlədə bağlıdır. Sağ olsunlar. Hər cür xeyirli işlər düşsün. Ramiz de başlayalım. Hava. Bugün işime gelmişsin. Çok güzel. Sağ ol. İşte Hüseyin ağa benzedi. İhtiramımızı bildirerek. Bir daha hoş Tebrik ederim. Bir daha hoş Kendinize bakın. Gelsin böyle. Yok, ne olanlar çok doğru. Sağ olun. Hasan Bey,
tanıyırsınız da, yoxsa? Hoş geldiniz. Necəsiniz? Biri çəkəndə sonra. Taxtını da verərsən, sənətdən də verərsən. Otağımızda mən varım, otağımda yerimə çalıyorum. Yaxşı? Yox, mən bu sənədə Səni də buraxalım kağıdı. Çok, çok. Yaşar canım. Üstüne çıkmaz ki. Ay gözüm seni. Ay gözüm seni. Прям мой или... Doğru deyirsən. Mən dünəndən bərdir ki, fikirdəyəm. Nə olub, söylə görək. Olub ki, atan səni bir özgəsinə ərə vermək istəyir. Kim deyir o? Mən deyirəm. Doğru yerdən bilmişəm. Bəs, atam mənə heç zat deyir. Ola bilsin bu indiyər, həm də sənə nə deyəcək? Sənin borcun onun sözünə qulaq asmalıdır. Yox, yox.
başqa özgəsinə ərə gedən deyiləm. Qoy məni öldürsün. Axı, o əl məndən dövlətlidir. Cəhənnəm olsun. Məndən gözəldir. Mənə lazım deyil. Məndən cavandır. Çox mənə lazım deyil. İstəyən lap uşaq olsun. Mənə lazım deyil. Yalan deyirəm. Yalan deyirəm gözəlim Gülnaz, yalan deyirəm. O kişi həqiqətən məndən 1000 kərə dövlətlidir. Amma özü ucadır. Görsən qorxarsan. Azından da bir 50 yaşı var. Bax, mən daha səbr edə bilmirəm. Elə günü bugün atama deyəcəm ki, mən səni sevirəm, elə sənə də nə gələcəm. Yox Gülnaz, yox. Sən heç eləmə. Sən mən deyənə qulaq as. Mən bilirəm ki, sənin atan tora düşür və pula da çox ehtiyacı var. O istəyir ki, bu qohumluqla ki, kişi var, adı Məşədi var. Nə? Kişini deyirəm də Məşədi var. O istəyir ki, bu kişidən bir qədər pul yesin. Zərər yox, o yesin. Amma işsiz şayətlə atan açıb sənə söz danışsa, dinən ata sən özün biləməzsin. Mən nə tör razı olum ki, atam məni götürüb zorla başqasına ərə versin. Sən o barədə arxayın ol. Məndən başqa səni bir özgəsi ala bilməz. Deyirəm, gün olaydı. Sizin toyunuzda bax, beləcə də sizə oynayaydım. Nanay, 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 nanay. İnşallah bu yaxınlarda oynayarsan. Necə? Toyunu sən mi? Nanay, nanay, nanay. Saxla, toyu mən eləmirəm. Rüstəm bəy qızı bir özgəsinə ələ verir. Toy, özgəsi kimdir? Bir qoca kişi. Qoca kişi? Hə. Ağrım onun ürəyinə. Heç belə gözəl görsək qızla, qoza kişi yerə gedər. Zərər yoxdur. Mən işarə sözü qoşaram. Gülnaz, sən heç bir kef olma. Kimin ixtiyarı var ki, yarından ayrı bilsin? Atam geliyor. Birer tapmışam ki vallahi dövlət, nə dövlət? Pul, saman kimi. Özü də bir gözəl insandır ki, daha deyiləsidir. Hərçəndi biraz yaşı çoxdur. Amma yox, beləsini sıraqla axtarsan tapa bilməzsən qızım. Qoca olandan sonra ağrım onun ürəyinə. Bax, qoca oldu heç də. Ay qızım, sən qanma, gəl sən danışma. Çünki belə şeyləri sən qanmazsan. Sən bir heyvan layıqsən. Mən nə qədər heyvan olsam da, cavan gözəl qızımı qoca kişiyə ərə vermər. İndi bunun dərdindən ölənlər var, oy. Hərəsi bir Yusif. Ay qızım, mən sənin nə vaxt qoca kişiyə ərə versin, getmə. Qız, məni də özür bilərəm. İstəyərəm cavana verərəm, istəyərəm qocaya. Razısan mı qızım? Nə deyirəm ki, ata? Mənim borcum ata sözünə qulaq asmaqdır. Sağ ol qızım. Mənim ağırlığım. Mənim gözəl qızım. Mən elə əvvəldən bilirdim ki, sən atanın sözündən çıxmayacaqsan. Odur ki, qızım, mən o kişiyə söz vermişəm. İndi bugün bura gələcək. Mən sənə izin verirəm. Gel onunla görür, söhbət elə. Qorxma, danış, qorxma. O carı yanmış bu qədər çirkindir ki, ha? Adam baxanda qorxa da bilər. Hay qızım, gəl sən danışma, nə olur? Ay ağa, mən nə deyirəm? Deyirsən ki, baxma, qorxarsan. Mən də soruşuram ki, Ay qızım, gəl sən mumla Allah. Ay Allah, mən nə deyirəm ağa? Ay qızım, sənə deyirəm, danışma. Ay ağa, mən danışma. Ay heyvan, danışma. Ay ağa, niyə heyvan olur? Oturdudan otur, qulluqda yerində danışma. Ay ağa, mən Ay rüzgüm ağzını. Bəs mən nə Sən deyirəm? qaçan kimi düşər. Get.
Hoş geldin Bilham Şerif. De görüm indi nə deyirsən? Neyi? Qızı mənə verirsən, ya verirsən. Yox, əgər vermirsən, gedib bir başqasını alarım. Deyərəm, o olmasın, boz. Məşri var. Sən özün bilirsən ki, mən sözümün üstündə duran adamam. Amma sən də gərək əvvəlcədən bir balaca tədarik görəsən də. Hə kişi, bunun elə bir an var, toy xərci var. Günah özündədir Məşəd. Əgər sən bir qədər zaman olsaydın, əlbəttə bu iş sənə ucuz başa gələydi. Amma qocanıqsın. Günah taxsın özündədir Məşəd. Mən nə qədər qoca olsam da, bığ-bırma, cavana deyərəm. Sən nə fikir edirsən? Heç. 1000 manat sənə bəs elə. Məşəd, 1000 də üstə artır. Kişi, bunun bir an var, toy xərci var. Neynəmək Məşədi? Gələ 1500, qalanını da sonra verərəm. Nə olar, zərər yox. Zərər yoxdur Məşədi.
Rüstəm bəy, mən istəyirəm bir qızı görüm. Yəni danışdırım, söhbət edeyim, necə bilir? Nə olur ki, Beşat? Çox gözəl, əyləş. Mən qızı görürəm. Əyləş də, qız. Əyləş. Zarafat deyil, bir ətək pul verirəm. Bir baxım görüm mal, necə mal? Verdiyim pullara dəyər mi? Mənim istədiyim odur ki, özümə bab adam olsun. Yoxsa məndən ötürü tafavut edəməz. Gedib bir başqasını alaram, deyərəm o olmasın, bu olsun. Bir də bilmirəm, bu cəmaat mənim harama qoca deyir. Bu ayna, bu da mən. İşlərim cal-becal, saqqalım da qapqara, şəvə kimi. Qoca odur ki, gözləri görməyə, qulaq eşitməyə, yerindən tərpənə bilməyə. Mən ki, əlhəmdülillah, quş kimiyə. Maşallah deyim ki, göz deyməsin. Özümün də 50 yaşım ola, ya olmaya. Yaxşı, bu papağı mən necə qoyum ki, qızın xoşuna gəlsin. Gəl, aha, belə qoysam, vay, qız məndən qorxar. Elə bilən Bakı qoçusuyam. Yox, əgər belənçiyinə qoysam, onda da Qarabağın Pambıl beylərini oxşadım ki. İşli belənçiyinə qoysam, ay, onda qızım məndən zəhləsi gedər. Elə bilər, gəncə qumarbazıyam. Yox, belə qoysam, hadi, onda da Şamaxı lotusuna oxşadım. Bəs necə qoyum ki, qızım məndən xoşu gəlsin? Yaxşısı bu deyilə başa çıx oturaram. Onda qızım məndən xoşu gələr. Hələ bilər Abrazavonskiyə. Mən elə bir növ doğrudan da Abrazavonskiyə. Çünki Ruslar mənimlə çox alış-veriş ediblər. Mən Rus dilini onlardan yaxşı öyrənmişəm. İşte qato, bacaluska, funt, 8 qəpik, meşinizə, necə, paşal, paşal. Deyəsən qız gəlir, ada. Mən görə indi Seryozinski olmaq. Mən bu kişidən qorxuram. Ay Allah, nə çirkin kişidir. Deyəsən mənlə qorxdular. Zərər yox. Arvad kişidən qorxsa yaxşı. Yaxşı, siz hələ bir mənə deyin görüm. Xanım hansısınız, qulluqçansınız? Mən qulluqçuyam, bu xanımdır. Heç qulluqçunun özü də pis deyil, ha? Xanım! Bəli. Sənin ki saçın bu qədər qaradır, gönlürsən də mənim kimi həna qoysan, ha? Hey, həna qoymuram. Xanım qocalmayıb ki. Yox, heç mən də qocalmamışam. Mən saqqalıma həna qoydum, ya qoymadım. Həmişə qapqara şəvə kimidir. Nahaq hənadan söz salın. Allaha şükür, hələ qocalmamışam ki, hənaya ehtiyacım olar. Qocalmayıb ki. Yox, mən də, bilirsiniz, mən bir növ adət-kərdə olmuşam. Fars da deyir ki, tərk-i adət və mucibi mərəz است.
Hə, mənim anam rəhmət. Allah rəhmət eləsin. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Anam rəhmətli deyən, Allah rəhmət eləsin. Allah sizin də ölənlərinizə rəhmət eləsin. Anam deyərdi ki, bir gün saçımın hənasının vaxtı ötsə, başım ağrıyır. Nöçün? Çünki bir noy adətkərdə olmuşdu. Yəqin sizin də saqqalınızın hənasının vaxtı keçəndə ağrıyır. Hə, xanım, saqqalım ağrıyır. Bilirsiniz, xanım, insanın saçının və ya saqqalının ağlığı onun qocalığına dəlalət eləməz. Vallahi mən 2 yaşında bir urus uşağı görmüşəm ki, kiprikləri də ağlar. Halbuki 2 yaşında uşağa qoca demək olmaz. Siz hələ bir fikir verin, baxın, görün. Mənim başımda bir dənə də olsa ağ tük var. Heç qarası da yoxdur. Bəs oradan məlum olur ki, insan cürbəcür olar. Mən hikmət elmindən xəbərdaram, Tarix Nadiri yarısına qədər oxumuşam. İnsan cürbəcür olan şeydir. Bir də ki, indi dövran elə dəyişibdir ki, indiki ahillər, indiki cahillərdən qat-qat yaşır. Həm də nə idi var ki, cavanlıq olmasa o, pul olsun. Pul elə bir şeydir ki, qocanı cavan eləyər. Pulsuzluq da cavanı qoca eləyər. Görünür sizin pulunuz çoxdur. Dövlətimdən şikayətim yoxdur. Al bu Abbasını saqqıza verib çeynərsə. Lazım deyil. Lazım olsa ağam özü verər. Hə, nə olar? Şükür, özümə qaldı. Özümə qaldı. Yaxşı, hələ bir sən mənə de görüm. Sənin ərin var? Xeyr, yoxdur. Qabaqcadan desəydim, qulluqçunu alam. Yaxşı, keyfin necədir? Deyəcək, şükür Allaha yaxşıyıq. Darıxmırsan ki. Nə gözəl. Xanım, ay xanım, sən nə üçünsə heç danışmırsan? Mən qulaq asıram. Nə olar? Qulaq asmaq da ədəbidəndir. Qəribə yerdəyəm, vallah. Bir gözəl bu yanımda, bir gözəl bu yanımda. Şair də çox yaxşı deyib ki, hüsnü bağımda gəzərsən, gülüsün büdərəsən, sən kimi bir gözəli bağın içində görəsən. Deyəsən heç bilməyişlər, ona
İkisini də birlər ha. Amma qız yaxşı qızdır, dəyər verdiyim pullara. Məşədi? Bəli. Ha, Məşədi. Necədir, qızı bəyəndin? Rüstəm bəy, qızı da bəyəndim, hələ üstəlik bir qulluqçunu da. Məşədi. Onda gəl bir 5-600-dən də keç, onu da peşkeşiriyim sənə. Qulluqçunu, Ya. O soğran işidir, o soğran işidir. Özüm. İndi mən gedim, dükkan açırdım, mən gedim. Məşədi. Üzünə demək olmasın. Mən səninlə qohumluğu özüm üçün böyük bir təxir hesab edirəm. Odur ki, bir neçə nəfər dost aşına dəvət eləmişəm. İndi gələrlər. Rüstəm bəy. Bir qədər söhbət edək. Rüstəm bəy, sən bilirsən ki, çox adamlar mənimlə qohum olmaq istəyir. Hətta qubernatorun Dilmancı Cəfər bəy ki var, onun xalası oğlu Daşdəmir bəy, hansı ki mənə 800 manat borcludur. 216 manat, 14 şahı onun müamiləsi. Bu yaxınlarda qabağımı kesib deyir, Məşədi. Dünən bir qızım oldu. Deyir, qoy böyüsün, sənə verəcəyəm. Amma sən bilirsən ki, mən hər adamla qohum olmaq istəmirəm. Yaxşı, sən qonaqlarım kimi. Qonaqlar Məşədi. Millət Fərəz Həsənqulu bəydir. Onu tanıyarsan. Laf yaxşı tanıyıram, hələ bir mənə 200 manat da verəcəyi var. Eləmi? O birisi Rıza bəydir. Onu da tanıyarsan. Tanıyıram. Biri də o səs gəldi. Onu da tanıyarsan. Amma biri intelligent Həsəndir. O biraz belə mərdin ciriz adamdır. Çox oxuyub deyən baş harap olur. Onu tanımazsan. Nə olar? İndi gələcəklər, oturub bir qədər söhbət edəyək. İyi. Gəldilər. Stəkanlarınızı doldurasınız və mənə izin verəsiniz bir neçə kəlmə söz. Buyur. Həzər, hamımıza məlumdur ki, vəziyyət gündən-günə pisləşir. Yəni, mən onu demək istəyirəm ki, zəmanə gündən-günə xərab olur. Öyle ki, hamının qəlbi pozulub, qanı fikirlərlə dolur. Yəni, mən onu demək istəyirəm ki, bu dünyada təmiz, saf, pak adam tapmaq çətindir. Yəni, mən onu demək istəyirəm ki, bu dünyada təmiz, qəlbi pak insan görmək necə böyük bir xoşbəxtlikdir. Yəni, mən onu demək istəyirəm ki, o kənarda oturan Məşədi İbad, həmin o saf-dil adamların ən böyük. Ona görə də xahiş edirəm, validelərimizi qaldırar, məşkibatını sağlayın.
Yaşasın Məşədi İbad. Yaşasın Məşədi İbad. Bala ulan. Bəli qardaş. Oradan sağlara binen bir tane Froza. Ol kardeş. Həsən Dulu Bey oynamak istiyor. Ne var? Həsən Dulu Bey buyur. Babacığım. Başlayın hele. Günlerin bir günü akşam saat 9'da pazardan eve bir de gördüm kimse benim dalımca gelmiş. Dedim geldi benim düşmanlarımdan. O saat el attım elimdeki piştola kaldırdım araya. Dedim adam ya. Bir de gördüm dalımca gelen gömürüldü. Dedim adam daya. Daya. Dedim adam daya. Ha! Ulan bir de. Değdi yere. Dedim gömürüldüm kim? Kim? Sizce kim o? Kim? Bizim bu Məşədi İbad. Görək dəxli var. Öldürmüşəm. Amma Allah'tan olub ki, güllə boşa çıxıb. Məşədi, sağ ol sen, sağ ol Allah. Hoş ol. Öndər oldu ya da. Sağ ol gel. Efendim, müsaadenizle birkaç kelime söz ifade edeyim. Çok sağ ol. Bravo. Haydi. Öyleyse ben burada oturmam. Sol. Oturmam. Hara bile. Hara bile. Ben burada oturmam. Niye? Yanım 10 dakikadır sizle danışmak için. Söz isteyirəm, siz ise susursun danışmıyorsun. Bu hakaret deyilmesi nedir? Ama bunu gazetinde yazacağım. Gazetinde yazacağım. Rıza Bey, deməli sen bayandan nitq söylemeye izin istəyirsən. Bəli. Allah, mən elə bildim sen nitq söyləyirsən. Vallahi başa düşmürəm.